Bəzən də şeytan bu yolla bizi anladır. Bəzən gəlir bizə sanki vəsvəsə eləyir ki, sən çox böyük bir məqamdasan, çox irəliləmisən, Allaha yaxınsan. Halbuki Allahdan uzaqsan ha. Biz bəzən elə başa düşürük ki, Allaha çox yaxınıq. Düzdür, Allah bizə çox yaxındır, daim yaxındır, amma sən də bəndə olaraq Allaha yaxın olmalısan. Biz bəzən elə bil ki, Allaha yaxınıq deyə və səy eləmirik. Namaz, orucla kifayətlənir ki, zaten mən Allaha yaxınam da. İnsan o şeyi başa düşsə ki, mən Allahdan ayrıyam, Allahdan firaqam, uzağam, ayrıyam və səy eləyəcək ki, mən Allaha yaxınlaşım. Hər günü Allaha yaxınlaşmaqla keçirəcək. Yox, özünü insan başa düşsə ki, mən Allaha yaxınam, Allahla bir yerdəyəm. İbadətdə də eləyəndə söz şəkildə eləyəcək. Orucu da bir gün tutacaq, bir gün tutmayacaq. Və yaxud da bir ay oruç tutacaq, amma həqiqətinə varmayacaq. Niyə? Adam çünki özünü Allaha yaxın bilir. Ayrılıq bilmir. Ayrı bilsə, gecəsi gündüzü ancaq Allaha yaxınlaşmaq üçün səydə olacaq. Səy edəcək ki, mən bircə Allaha çatım.